Bu konferans dünyanın çox məşhur universitetləri və bəzi universitetlərlə birlikdə Naxçıvana toplaşmışıq. Burada 13 dənə universitet belə bir konferansın keçirilməsinə başlayıb. Konferans çox ciddi nümayəndə heyəti ilə təmsil olunur və burada həm universitet rektorları, bu sahədə olan görkəmli alimlər və süni intellekt və maşın öyrənməsindən bağlı bir sıra tətbiqi işlər görən mütəxəssislər konferansda iştirak edirlər. Bu konferansın daim olaraq keçirilməsini və brendləşməsi məsələsini müzakirə etdik. Konferansda gələn nəticələr ilk olaraq ondan ibarətdir ki, süni intellekt istiqamətində olan işləri biz əlaqələndirməliyik. Bu istiqamətdə universitetlərin əməkdaşlığını ortaya qoyduq və gələcəkdə bu kontekstdə, bu konferansın keçirilməsindən bağlı tədqiqat işlərimizi aparıb və konferansın daha geniş şəbəkədə əlavə universitetlərin, əlavə qardaş dövlətlərin də cəlb olunmasına bağlı inkişafını müzakirə etdik.